Bədənin içində görünməz bir saat vardır. Yuxuya getmək çətinləşibsə, melatonin aşağı olduğu üçün deyil, ritmin pozulduğu üçündür. Yuxuya getmək niyə bu qədər çətindir? Bugün bu haqda danışacağım. Melatonin hormonu nə vaxt yüksəlməlidir ki, biz yuxuya normal gedə bilək? Təsəvvür edin ki, bədənin içində görünməz bir saat vardır. Bunun adına sirkadian saat deyilir. Bu saat gün işığı düşən kimi orqanizmə oyan əmrini verir. Qaranlıq çökəndə isə melatonin hormonunu artıraraq yuxunun zamanıdır siqnalını verir və orqanizmi yuxuya hazırlayır. Amma müasir dövrün problemi olan gec saatlara qədər mavi işıq saçan vasitələrin televizor, telefon, planşet, kompüterin həddən artıq istifadəsi nəticəsində orqanizmə hələ də gündüzdür mesajı göndərilir. Telefona baxdıqca melatonin ifraz olunma siqnalını alır və bu onun ifrazı daha da ləngiyir. Normalda melatonin axşam 9-dan sonra yavaş-yavaş yüksəlməyə başlayır. Amma ekran faktoru, həmçinin stres, gec yemək yemək, qaranlığın az olması bu ritmi saatlarla gecikdirə bilir və nəticədə gec yatmaq, ona bağlı olaraq gec oyanmaq, səhərlər yorğun ayılmaq baş verir. Melatonin sadəcə yatmaq hormonu deyil. O, bütün bədənin ritmini sinxronizasiya edən daxili saatımızın vacib elementidir. Həzm, enerji, hormon balansı, bərpa prosesləri, hər bir şey yuxuda başlandığına görə son dövrdə də və hər kəsdə yaşanan həzmsizlik problemlərində sayı artdığına görə bu nüansa diqqət etmək lazımdır. Yəni yuxuya getmək çətinləşibsə, melatonin aşağı olduğu üçün deyil, ritmin pozulduğu üçündür. Bədən saatı sənin düşmənin deyil. Sadəcə qaranlıq siqnalını gözləyir və ona görə də axşam 9-10-dan sonra aktiv zənglərə cavab verməmək, həmçinin aktiv olaraq telefondan, televizordan və gadjetlərdən uzaq durmaq əsas məsləhətlərimizdəndir. Sonda bu videonu bəyənin, paylaşın və əlində telefon dayanan dostlarınıza göndərməyi unutmayın.